Amma hələ söhbətimə keçməmişdən qabaq, Əhya gecəsinin fəzilətləri, ibadətləri, namazı olmaqla yanaşı, o cümlədən də Əhya gecəsinin bir şəhadəti var. Ağamız Mövlamız Həzrəti Əli əleyhissalam Əhya gecəsində birinci gecədə zərbətlənib, matəm olub, ikinci gecə şəhadət şərbətini içib dünyasını dəyişib və sonraki gecələrdə torpağa tapşırılıb. Əhya gecəsinin fəzilətlərindən biri də, əməllərindən biri də nədir? İmamın qatillərinə lənət göndərməkdir. İmam üçün matəm saxlamaydı. İmama ziyarətnamə deməkdir. Və həmin gecə biz başımıza Quran qoyanda bir ya Allahdan sonra, Peyğəmbərdən sonra dediyimiz üçüncü bir kimə and veririk? Bir Əliyin. Kimə and veririk Allahı? Həzrət Əl-İslam'a. Ondan böyük şəxsiyyət bizim üçün yoxdur. Peyğəmbərdən sonra ən üstün şəxsiyyət ağamız, Mövlamız, Əmir-əl-Müminin Həzrəti Əli əleyhissalamdır. Tarixin öz gedişatı var. Tarix 30 ildən bir Əhya gecələrində Novruz bayramına düşür. Bu illəri də Əhya gecələri təsadüf eləyir Novruz bayramına. Qardaşlar soruşurlar bizdən, Həzrət Əlini sevənlər, Əhl-i Beyti sevib hörmət eləyənlər tez soruşurlar ki, bayram gəlir, imamın da şəhadəti var. Cavab nədir? Şükür Allaha neçə ildir Əhl-i Beytin qapısındasınız. Belə bir imamı, Həzrəti Əli əleyhissalamı bizim sevməyimiz bir bayramla ölçülməz. Düzdür ya yox? Ən əzizimiz olsa da belə, sizdən kim öz sevdiyi balasının, övladının toyunu, şən gününü imamın şəhadətinə salar? Mənə rast gəlməyib. Və Əhl-i Beyt imamlarımız da bizə belə buyurublar. Bu məhəbbəti tərifləyiblər. Əhl-i Beyt imamlarımız bu məhəbbəti bəyəniblər. Nə buyurublar? Buyururlar ki, bizim vəzifəmiz onların şad günündə şadlanmaq, qəm günündə qəmlənmək. İmamların şad günüdür, biz də şad olmalıyıq. İmamların qəm günüdür, biz də qəmgin olmalıyıq. Novruz bizim adət-ənənəmizdir. Bizim milli bayramımızdır. Dinlə də müəyyən qədər bağlılığı var. Əhl-i Beyt imamlarımız, Allahın salamı olsun onlara, onlar da Novruzla bağlı təriflər söyləyiblər. Xüsusən Novruzun xalq arasında birlik, qardaşlıq, mehribançılıq, küsənlərin barışmağı, qohum-əqrabaya baş çəkmək yaxşı haldır. Gəlin, bayramı elə qeyd eləyək ki, bizə kənardan baxanlar imamın qəm günündə şadlananlardan deməsinlər. Bizim üçün Həzrət Əleyhisselamın yeri hər şeydən üstündür. Hətta Novruz bayramından, hətta ailəmizdən. Ona görə çalışaq bu günlərin hörmətin, xüsusən də Ramazan ayıdır. Ramazan ayında da yemək, içməklə bağlı, bişirilən şirniyyatla bağlı özümüzə nə qoymuşuq? Yemirik. Çünki orucuq. Getsək də bir osmu qabağımıza qoysa, şəkər bura, deyirik nə? Mən orucam. Həm bu ayın hörmətini saxlamaq lazımdır, həm bu ayın şəhidinin hörmətini saxlamaq lazımdır. Novruz bayramında kimsə kimin evinə qonaq getmək istəyir, getsin. İmamın şəhadətində kimsə qohumlara baş çəkmək istəyir, baş çəksin. Kimsə imamın şəhadətində küsənləri barışdırmaq istəyir, barışdırsın. Gözəl haldır. Amma şadlığın həddini elə eləyək ki, Əhl-i Beyt imamlarımızın da şəninə uyğun olsun. Ümidvaram ki, Allah təala bizi bu günlərin hörmətini saxlayanlardan qərar versin. Amin. Əhyaları soruşurlar, qısa onu da deyim sizə. Bəli, Əhya gecəsi yaxınlaşır, Qədr gecələri yaxınlaşır. Hamısı da o gecələrə hazırlaşır. Düz deyilirlər. Əhl-i Beyt imamlarımız yatanların üzünə su vururdular. Xanım Fatimə Zəhra salamlayha, yatanlar oyansın. Yatmayın həmin gecə. Nə zamandır? Yatmayaq. Allahın qapısına gedək. Bu illəri mart ayının 19-u birinci gecə, 21-i ikinci gecə və 3-cü, 23-cü gecəyə təsadüf eləyir. Allah bütün hər yerdə əhya saxlayanların fərq etməz, pak, təmiz, səmimi niyyətlə Allaha xatir oya qalıb, dua eləyib əhya saxlayanların əməllərin, ibadətlərin qəbul etsin.